Ay Əfqan, o qızın universitetindən bağlı sənə qurban demişdim mən. Çox sağ ol, çox sağ ol. Ay, sənə qurban deməmişdim, qıza qurban demişəm. Sənə niyə qurban deyim mən? O kataloqun da şəkillərdən qoyunların şəkilini at görüm. Hansını seçirik? Göndərdim telegrama. Nə? Bu niyə arıqdır? Bu diyetadadır, ancaq o tələf yeyir. Mırtlaşmada sən düzəməli bir qoyun şəkli at bura. Al, attım. Bu niyə qırmızı geyindimsiz? Elə gedirsən ki, WhatsAppda cəmaət story qoysun. Hoş, evra ver. Ne oldu, ne oldu? Ne oldu orada? Qoyun telefonumu götürüb qaçdı. Qoyun o deyil, qoyun sənsən. Bəyəqdən bir dənə qoyun atamamışam mən. Lüboy bir dənə qoyunun şəklini at mənə. Göndərdim, bax. Məzələrsən məndən, mənim şəklimi niyə mənə qaytarsın? Əfqan, bir dənə qoyun şəkli at, xahiş edirlər. Çeçək qoyunları üstədə sağollaşaq, uzatmayaq. Ala, bu necədir, bax. Bu yaxşı deyil, bunu göndər gəlsin. Bunu göndərəsən gəlsin. Gözlə bir dənə. Neyinisən? Sənin şəklini qoyuna göstərirəm. Niyə? Qoyun da səni bəyənsin də. Şəklimi niyə göstərsən? Bir dəfəlik nömrəsini ver, özüm qoyunla danışım da. Yaxşı da, bu da qəşəng zarafat idi. Sənin boy videosu çox. Ay ki, sən gözlə qaş arasında kimə nömrə verirsən? Qoyuna. Nə? Başqalı məndə. Bu Əfqan yoxdur, bizim Əfqan. Qoyunlarla oturub durmaqdan başı qaçıbdır. Qoyun özü ilə danışsaydım, məsələni daha təsəlli eləyəcəkdim. Sən neynədin? Heç nə daha kişi, mən də qızın universiteti ilə bağlı əhd eləmişəm. Gör hansı yaxşıdır. Deyən görüm. Deməli, bax kişi. İməkliyə Koroğluya getmək. İməkliyə Manatlığa minmək. İməkliyə aeroporta getmək. Aha. İməkliyə samalyota minmək. Sən elə bir iməkliyə ölkədən çıxırsan ağır. Görsən da ki, bu qız bizi nə günə qoydu da, cəmaət əhd eləyir ki, balası universitetə girsin, biz əhd eləmişik ki, balamız universitetə girməsin. Narsan, mən də narahatam. Allah eləməmiş bu qız universitetə girsə, mən tək qızı Amerikaya necə göndərim? Cəmaət nə deyər? Ata, ana, universitetə qəbul oldum özdə. Amerikaya. Oh my God! Arva, sağ ol. Sənin evli olmaq xoş idi, əyləncəli idi. Daha neyiniyək, bizə də belə alındı. Qızımız yuvamızı dağıtdı. Kəsdim. Niyə? Qızım, mən fikirləşmişdim ki, qabaqsıdan. Sən universitetə girsən, mən sənə xərcləri ödəyəcəm. Onda da mən müflis olacam. Evə ət ala bilməyəcəm. Arvadla da dalaşacam da. Sonra gözümüzü açacaq ki, hansısa sosial verişdəyik. Hansısa boşanmış bir ekspert bizə məsləhət verir. Bizə lazımdır bu. İndən elə xoşdan ayrılaq da. Ay ata, mənim bütün xərclərimi universitet ödəyəcək. Qızım, inanma belə şeylərə. Bunlar hamısı Amerikanın oyunlarıdır. Ay qızım, sən hara gedirsən? Bizim nəslimizdə indiyə qədər qürbətdə yaşayan olmayıb, Canım anam, Aha. bizim soyadımız, familiyamız neydi? Bizim familiyamız Qürbətov. Gördün, bəs deyirdin yoxdur. Ay qızım, indi bizim familiyamız Sürətov olsaydı, biz Avtoş olmalıydıq. Ay ata, bir şeydir də buna. Qızım, maman düz deyir. Sən əgər getsən, bizim gecəmiz gündüzümüz olmayacaq. Niyə ki? 11 saat fərq var axı orada. İstəsəmət orada səhər olanda burada axşam olur da. Ata, ana, bu nə bəhanələrdir, bu nə cılız, bu nə ucuz bəhanələrdə edirsiniz. Bir dənə mənə deyin görüm, bax tam səmimi. Mənim Amerikaya getməyimi istəmirsiniz? Qızım, mən düşünürəm ki, artıq sənə bunu açıqlamalıyam. Sən Amerikaya getsən, cəmaət nə deyər? Necə yəni? İndi cəmaət nə deyər deyə mən Amerikaya oxumağa gedə bilmərəm? Başqa nəyə görə olacaq ki? Böyük ölkədə get yaşa, təhsilin zadının hamısı yaxşı gedir. Mən xoşduyuram elə şeyləri. Yaxşı. Yaxşı? Onda qurulsun meydan. Yığışsın cəmaət. Üzdəşək. Bunu siz istədiniz. Necə yəni? Şou başlasın.
Məhəlləmizin qeybət maşını Rəfiqə xala 225 şayə uydurub. 4'ü təsadüfən düz çıxıb. Yıxdığı ev sayı 65, admin olduğu Telegram səhifəsi 32. Dil bilikləri, itin və qurdun dilini bilir. Xüsusi bacarıqlar 8 qadından eyni anda qeybət eləyə bilir. Sən bilirsən, o yerin qulağı var deyirlər. Ha, o qulaq mənəm də, ora əlavə eləyərsən. Təşəkkürlər, buyurun zəhmət olmasa. Məhəlləmizin alkaşı Tahir. Tahir bəy, Gəlib. gəl. ...36 yaşı var. İstənilən adamın arxasıca ağzına gələni danışır. Qalmağa yeri çoxdur, yaşayışı isə yoxdur. Qaşları kamandır, kibri isə oxdur. Ay qız bizdən uzaq getmə, amandır. Deyəsən, Saşif yer arvanın platyası giyinmişim. Boynu köynək var. Rəfiqə, nətərsin? Sağ ol, kaşotu. Məhəlləmizin avarası Rasim tindən keçən bütün qadınlara söz atır. Hətta düşüb pişiklərə belə. O diyor məhləni qoruyur. Amma əslində məhləni ondan qorumaq lazımdır. Buna kaniteldi salmışsala burada. Belə veriliş olar ala. Cəmaatın anası başçısı var, Rasim gəl orta, yaz da şey. Rasim bəy. Zəhmət olmasa oradan oturun. Muçit eləyirsiniz, Allah. Rasim bura yox, Rasim bura yox. Rasim bəy. Xoş gəlmisiniz, əziz qonaqlar. İlk sualım Rəfiqə xanım sizədir. Əgər mən Amerikaya oxumağa getsəydim, haqqımda fikirləriniz nə olardı? Heç nə qızım, təbrik eləyirəm. Lap yaxşı. Çox sağ ol Rəfiqə xala. Deyirəm, sən də belə boşandın, gəldin, dana dözənmədin. Bu. Bir dəqiqə, mən ərə getməmişəm. Heç getmişəm ki, bir qayıdım gəlim də Rəfiqə xala. Kes! Artist! Yalancının da nətər danışır burada, yalancı. Aşkını taxıb güya alimdir. Güya bütün məhəllə bundan danışır, güya bilmirik ki, Amerikaya gedib naqqa versən sən oxumaq adından orada. Gedib orada Steve'lə evlənibsən özdə. Ay, Steve kimdir? Bu Steve döydü o. Jobs? Yo, Steve döydü. Bağışla qızım. Yaxşı, bağışlayıram. Deyirəm dana, bunkünün adı Steve döydü, bunkünün adı Mbappe idi. Üçüncü uşağı da qarı idi. Mbappe, hə. Bəs əziz ana, sizin qızınız haqqında deyilən sözlərə qarşı bir şey deməyəcəksiniz? Bala dedim sənə getmə. Qulaq asmadı. Ay cəmaat, mən ora oxumağa gedirəm. Qızımız müğənni olur da nəqsidir. Alkaş Tahir bəy, mən elə oxumaq yox, təhsil almaq barəsində dedim. Təhsil gözəl şeydir. Təhsil mənim canciyərimdir. Mən sevirəm təhsili. Mən ümumiyyətlə riyaziyyatı sevirəm. Veşni mənim yanımda riyaziyyat kitabı, riyaziyyat dəftəri 50 qram varaq olur. Riyaziyyat çox kədərli fəldir. Paralel xəttləri heç vaxt qovuşmurlar. Rəfiqə, bu saxlayırsana. Canım elə. Sən nereden bilirsən, riyaziyyat nədir? Sən belə riyaziyyatı bilən adamsan da, Ya. Yaxşı, onda gəl sənə belə bir məsələ soruşum. Hikmətin 3 balığı var. Balıqlar duzludur. Nə fərqi var? Ya mən bilməliyəm, düz hesablayayım da. Yaxşı. Tutaq ki, Hikmətin 3 dənə duzlu balığı var. Pivəni kim alır? Sabır. Pivə yoxdur məsələdə, pivəni qoyaqırağa. Hikmətin 3 dənə duzlu balığı var. Hikmət onlardan birini 3də 1 hissəyə bölsə, buradan nə nəticə çıxır? Hikmət pasler dalkaçdır. Arı başında olanın balığı 2'ye böler, 4'e böler. Kim görür balığı 3'e bölsün? Rəfiq. Tahir dayı. Hayır. Yaxşı, indi sizdən soruşum. Əgər mən Amerikaya oxumağa getsəydim, nə deyərdiniz?
Marasis qaraq get. Tahir dayı, Hadi. Amerika deyirəm. Bu! Amerika'da nasıl çək qızın? Amerika'da nə işi var? Az məhəlləmizin arıb batırsan Trump'ın zalı yanında. Bu nə bir abırçılıq da. Ay xanım, bəri dur görüm. Buyurun. Sən bana bir dənə boş sal görüm. Bir abısnamat elə söhbəti. Sən Amerika ilə bizim aramıza nidarazımı ilə salıb məhlənin adını niyə batırırsan? Düzür. Məhləmizin adı var. Niyə yoxdur? Qırmızı şeytanlar. Manchester'dır bura. Yaxşı. Onda siz mənə deyin görüm, əgər mən Amerikaya getsəydim, nə deyərdiniz? Oxumağa gedirəm ha. Mən. Bəli. Belə mən üzə deyə bilmirəm. Mənki dalca danışmaqdır. Gəl belə elə, sən bir dənə belə get. Mən sənin dalınca gör neyinirəm. Hayır. Get. Ay xan, Amerika gözəli. Amerikanın oğlanları bizim Ay xan, sizin bəlkə anavıza Hadi gel sən get gəl, nəsə elə də bir sözüm yanım çıxal daxı bu. Dedim axı mən üzə söz deyəmirəm. Görsən də qızım, saldın bizi itin qurdun dilinə. Hə qızım, ona görə də qırqıtsını otur öyündə eşiyində. Uzaq başı öylənərsən, 3-5 dənə uşaq doğarsan, başın qarışar. Amerika nə daz? Bəli. Yaxşı. Deməli, siz üçünüz də cəmaat nə deyər deyə yaşayan insanlarsınız. Bəli. Ay Rəfiqə, Ha, cavab ver mənə. ha. Bu cəmaat nə deyər deyib bir xoş gün görmüsən? Niyə görməmişəm ki? Buyur. Nə olub ki bana? De. Deməli, mənim anam Anqırdır. Mənim anam cəmaat nə dərdən məni həyətə buraxmırdı. Deyirdi ki, qız uşağı nədir? Həyətə düşdü nədir? Atam deyirdi ki, qız uşağı nədir? Məktəbdə oxumaq nədir? Dayım deyirdi ki, qız uşağı nədir? Pəncərədən baxdı nədir? Babam da deyirdi ki, qız uşağı nədir? Gün ışığı nədir? Məni soxdular patvala. Həyatım məhv oldu. Deyirəm bu nəmişliyi hardan gəl. Bir dəqiqəyi. Bir dəqiqə, bəs sizi necə gün işığına çıxarıblar? Heç sotlara demirəm, bu padvaldaydım. Bir də gözümü açdım ki, ekskavator məni belə torpaq qarışıq qaldırdı göyün 7-ci qatına. Oy. O nə tər olur elə? Plana düşübmüş, mənə də deməyibmişlər. Mən nə bilim? Bəli, əziz tamaşaçılar, siz burada Rəfiqə xanımın acı həyat hekayəsini eşitdiniz. Bəs sən, Atvet Rasim, cavab ver mənə. Niyə ancaq küçə-küçə boş gəzirsən? Ancaq tinlərdə gəzirsən? Niyə? Yəni, tarmazit elə, sən biraz çox oldan elə bil. Nağarım, oturum evdə, cəmaat da desin ki, imam uşağıdır. Cəmaat nə deyər deyə öz cavanlığını heyf eləmisəni. 15 yaşım var mən. Rasim bala, nə pis qocalmısan, hə? Bəs sən, Alkaş Tahir, niyə bütün gün içirsən? Laura! Mənə baxı, bir Rus qız sevirdim. Adı Laura idi. Onu mənə almadılar ki, cəmaat nə deyər? Biz qaynar çay içirik, onlar qışda varojna yiyir. Sağ lazımdır, qışda varojna. Sonra bunlar gəlib maraqlanırlar. Kimsə yalanlar deyib ki, bəs Tahir Alkaşdır. Var, o vaxt içmirdim, heç. Nə yalan danışır, içmirdin. Hə, inandıq biz də. Nə, zəhər yanar. Niyə yalan danışırsan ki, özümüz iqdana açdıq da bu. Gözümlə görmüşdüm, küpünə girirdin. Sən deyildin kasetlə araq alıb çıxan marketdən. Rəfiqə, sən iş girirsən, kaset başqa yerdə satılır, araq başqa. Nə danışaqsınla Vinzavodi gəlir. O vaxt bunu deyən sən idin, Rəfiqə. Rəfiqə, mənim həyatımı sən məhv elədin, Rəfiqə. Laura!
Rəfiqə! Bunu sana bağışlamayacağım Rəfiqə. Heç vaxt. Ola Rəfiqə xala, yazığın həyatın mıçıt eləmisən ki, bədbəxt olub. Sən kəs səsini vəbşi. Sən nə olub sənə, sən atana görə olub. O nə itirazım yenə də? Mənim atam niyə? Nə mutka sazdavat eləyirsən burada? Sənin atan vaxtında mən çölə çıxanda mənim arxamca söz atmasıydı. Mən də indi bu günləri həyata bacıyır, at çıxırdım, gəzirdim. Podvalda yatmırdım mən. Mənim atamı bu yoldan çıxardı da. Kimə? De? Mən? Kimlə sən dedin? Samıniyyan var mənim dədəmə. Kim dedin? Vapros Orxan. Какой вопрос, такой ответ. Mən Vapros Orxan yaxşılardım, yaxşı kişiydi. Onu çiynimdə daşımışdım mən. Bir dəqiqə deyən, sən yasa gəlməmişdin axı. Yasda yox, belə içib mütül orada çiynimi atıb aparıb evə düşündüm. Özə, yasda o qədər içmişdi o öləndə. Tabuta yaxınlaşma olmurdu. Üstə yazılmışdı, ondan təhlükəlidir. Yəni, nə deyirsən, Nə xoruzlarsan, nə beçə? Mənim dədəm qazqalım qatdı! Yaşayışdır bu. Bu nələ? Yox. Həyatdır bu. Camaat nə deyər deyə gör həyatınızı nə hala salmısınız. Utanmırsınız. Buna. Keçdi seriyozusun. Sizin kimilərə görə nə qədər ailə dağılır, sizin kimilərin düşüncəsinə görə nə qədər savadlı qadınlar yarı yolda qalır. Heç bilirsiniz, hələ arsız gəlib mən burada deyirlər ki, Amerikaya oxumağa getmə. Əslində hamı heç kimin həyatına burnunu soxmayıb, öz işi ilə məşğul olsa, yaşamaq o qədər də çətin olmayacaq. Hamısı sizlərə görə. Bomba sarıqdı, bu sarığa 50 qram vuracağım. Sağlıq qoymuşsunuz adamda. Siz çağırmışıq bize qızı məsləhət versiniz, ağzınıza gələn danışırsınız. Qızım, sən mənə bax. Sən get hazırlaş. Təhsilindən qalma. Biz sənin arxandayıq. Doğrudan. Bəs fikirləşmirsiniz bu cəmaat nə deyər? Nə deyərsə biz cavablarını verərik qızım. Əsas odur ki biz sənə inanırıq. Kim nə deyir desin. Çox sağ olun. Mən getdim hazırlaşmağa. This is a nation, attention, operation. Bu da vurur ha gizlincə, Yusuf. Sağlam baş söhbətlər öyle ha, müəllim. Diqqət edin buna. İndi ay cəmaat qaldıq baş-başa. Nə sözünüz varsa deyin. Ay evuşlar, evuşlar. Ay camaat, neyinirsiniz burada? Xəbəriniz yoxdur. Kəmalə xala oğluna boşanmış qız alıb. Deyir ki, camaat nə deyər? Camaat hamısı da oturub burada. Mənə baxır, sizin qız neçə ilə gələr? 4 ilə. 4 ilə onun önünü yıxmağa hələ var. Gedəyin Kəmallərin oğlunun önünü yıxaqın. Deyir, Şamışda yaxşı tutaraqlar olur, rayonundan gəlmə. Təzə gətirim. Çamış! Çamış!